Gəlin bizə çay ver də qızım. Bezmişəm day sənin əlindən, ölmürsən də canım dincələ. Mən sənə nə eləmişəm bala? Bu evə gəlin gəldiyin gündən öz qızımdan ayırmadım səni. İndi bir çay sənə yük oldu. Ölmürsən dediyin o can sənə görə. Bu ev sönməsin deyə şam kimi əridi. Səsin bu tavanı deşir, amma vurduğun o yara mənim sümüklərimi sızladı. Allah sənə rəhm eləsin, çünki sən özünə rəhm eləmədin. Səsini o qədər ucaltdın ki, daxilindəki insanlığın səsini batırdın. Sən bugün bir qadının yox, bir ananın qəlbinə ayaq bastın. Elə bilirsən o qışqırdığın acizdir. Yox, o sadəcə sənin tərbiyəsizliyinə öz nəzakəti ilə cavab verdi. Sən bugün bu evdəki ruzini, bərəkəti öz əlinlə boğdun. Sənin o ölmürsən dediyin nəfəs bu evin dirəyidir. O dirək qırılanda bu tavan birinci sənin başına uçacaq. İndi sənə elə gəlir ki, hamıdan güclüsən, hamıdan haqlısan. Amma unutma, qanunla yox, nahaqla qazandığın o meydan sabah sənin üçün məzara dönəcək. Sən bugün bir qaynana sındırmadın. Sən öz gələcək övladının sənə verəcəyi o nifrət dolu cavabı sığortaladın. İndi get, o dilini dişinin arkasında gizlə. Bəlkə vicdanın bir gün sənə insan olduğunu xatırlatdı.